Herkese salam, mən Rəqsanə. Kanalıma xoş gəlmisiniz. Bugün sizlə birlikdə biz numerologiya elmi haqqında danışacağıq. Numerologiya elmi rəqəmlər haqqında bizə xəbər verən bir elmdir. Hansı ki, keçmişdən, qədim dövrlərdən numerologiya elmi ərəb, yunan mənşəli alimlər tərəfindən və s. çox araşdırılmış və müəyyən qədər mistik mənada qazanmışdır. Bugün də günümüzdə də istifadə olunan bir elm sahəsidir. Bugün mən sizə elm haqqında, numerologiya haqqında hansı mövzuları araşdırmışam, hansılar haqqında məlumat verəcəm. İlk öncə onları deyəcəm. Daha sonra isə sizə ətraflı şəkildə məlumat verəcəm. İlk olaraq, numerologiyada biz müxtəlif nöqteyi nəzərlərdən günümüzdə istifadə edə bilirik. Bunlar hansılardır? Biz numerologiya elmindən müasir dövrdə əsasən şəxsi analiz, biznes və iş yönümlü analizlər üçün astrologiya ilə birlikdə analizlər üçün istifadə edirik və yəni astroloji təhlillər üçün, həmçinin sağlamlıq və enerji analizi üçün istifadə edirik. Deməli, ilk olaraq şəxsi analiz nədir? Şəxsi analiz deyəndə biz onu nəzərdə tuturuq ki, həyat yolu, həyata gəlmə amacımız və s. kimi rəqəmlərin bizə təsiri, hansı rəqəm bizim üçün uğurludur, hansı rəqəm uğursuz gələ bilər. Bu kimi təsirlər nəzərə alınır. Həmçinin biznes maliyyə yönümlü analizlər dedikdə nə nəzərdə tutulur? Biznes maliyyə, yəni bizim biznesimiz, yeni qurduğumuz biznesimizin adı, bizim şəxsi rəqəmimiz nə, yəni həyat yolu nömrəmiz nə, üst-üstə düşürmü, uğurlu ola bilərmi, düzgün an seçmişikmi, onların hərf analizi və s. nəzərdə tutulur. Astroloji təhlil dedikdə bizim xəritəmizin uyğunluğu ilə nə dərəcədə nəyin üst-üstə düşüb, nəyi dəstəklədiyi və s. bunlar nəzərdə tutulur. Sağlamlıq və ruh uyumu dedikdə isə ruhun, enerjinin balansının təyin edilməsi və s. nəzərdə tutulur. Bugün mən sizə hansı haqqında danışacağım, nə haqqında danışacağım? Həyat yolu nömrəsi haqqında danışacağım. Numerologiyada ilk olaraq başlayanda mən düşünürəm ki, hər kəs həyat yolu nömrəsini ilk olaraq bilməlidir. Siz necə hesablaya bilərsiniz? Necə təhlil olunur? Burada hansı rəqəmlər var? Siz bu rəqəmlər vasitəsilə nəticədə hansı yolu tuta bilərsiniz və s. Bunlar haqqında ətraflı məlumat veriləcək. Keçməzdən əvvəl qeyd edeyim ki, kanala abunə olub, gələn növbəti dəfələrdə bunun davamı olaraq, numerologiyanın davamı olaraq mən sizə hərf numerologiyası haqqında məlumat verəcəm, onun insanlara təsiri barədə məlumat verəcəm. Həmçinin ev nömrəsi, qapı nömrəsi və s. bunların yaşadığımız mərtəbənin numerologik olaraq bizim həyatımıza necə təsir edə biləcəyi haqqında məlumat verəcəm. İndi mən sizə ekranda göstərəcəm necə hesablamaq lazımdır doğum günümüzü. Misal üçün bir doğum günü deyək və onu hesablayaq ki, bu bizim doğum günümüzdən həyat yolu nömrəmiz necə çıxarılacaq. Məsələn, 17.05.1998. Bu doğum tarixinə malik bir insanın həyat yolu nömrəsini hesablamaq üçün biz bütün buradakı təvəllüddə olan rəqəmlərin arasında plus qoyaraq toplayırıq. Yəni 17, yəni 1 plus 7 plus 5 plus 1 plus 9 plus 9 plus 8. Və bunu biz hesabladıqda burada alınan rəqəm 40 oldu və 40-dan yenə də sadələşdiririk öz içərisində. 4 plus 0, yəni 4. Burada həyat rəqəmi 4 çıxdı. 4 analiz olaraq çıxdı. İndi mən sizə sırayla hansı rəqəmdə nə ifadə olunur, hansı rəqəm nəyi təmsil edir, bunları deyəcəm, başa salacağım mənalarını. Siz həyat nömrənizi, həyat yaşam nömrənizi hesablamaq üçün qeyd edəyim ki, məsələn, bizim nümunəmizdə 40-dan 4 alınmışdır. Əgər sizdə bu rəqəm 11, 22 və ya 33 alınarsa, bunlar master rəqəmlər olduğu üçün siz master rəqəmləri artıq toplamırsınız. Yəni 11-i 1 plus 1, 2 eləmirsiniz. 11-i özünü araşdırırsınız. 11, 22 və 33-də sizdə 1-in, 2-nin və 3-ün təsiri artıq 2 qat olmuş olacaq. Bunlarda ayrıca mənası var. Hamısını bugün sizə deyəcəm. Həmçinin bu rəqəmlərin əlbəttə ki, müsbət yanları olduğu kimi
mənfi yanları da var. Yəni siz sahib olduğunuz yaşam nömrəsini həm müsbətinə istifadə eləmiş ola bilərsiniz, həm də mənfisinə. Bu dönəm-dönəm də ola bilər ki, bir müddət, bir dönəm depressiya kimi olarsınız, ya necəsə bunun mənfisini yaşayarsınız, ya da bir müddət sonra da keçərsiniz, yenə müsbətini yaşayarsınız və ya bilinçli bir şəkildə idarə edib bütün ömrünüz boyu belə, yəni müsbətini yaşamaq kimi bir şansınız var. Bilinçli şəkildə bunu idarə edə bilərsiniz. Deməli, başlayaq. Əgər yaşam nömrəniz 1 çıxsa, 1 liderlik, müstəqillik və gücü təmsil edir. Yəni siz bu həyata lider olmaq üçün gəlmisiniz, gücü öz əlinizdə toplamaq üçün gəlmisiniz və müstəqil yaşamaq üçün gəlmisiniz. Yəni öz biznesinizi qura bilərsiniz, pulunuzu özünüz idarə edə bilərsiniz, öz işinizin sahibi ola bilərsiniz və xarakter cəhətdən belə insanlar güclü, iradəli, məqsədyönlü, qərar verib onun arxasınca gedə bilən insanlar olurlar. Lider ruhlu və daha çox da mən bunlar bürclə əlaqələndirməyi sevirəm. Öz gördüyüm bürcləri deyəcəm. Sırf bürclər üzərində araşdırma etməmişəm. Bu rəqəmlər hansını təmsil edir? Sadəcə olaraq o hissiyatı aldığım bürcləri deyəcəm ki, burada məsələn Qoç, Aslan, Oğlaq kimi bürcləri bir də daha çox görürəm. Həmçinin Əqrəb və Buğa da biraz ola bilər. Bu bürclərə biriləri məqsədi o olmalıdır ki, öz liderlik potensialını ortaya qoyub fərqlənsinlər. Və indi keçək mənfisindən danışaq. Mənfisini yaşayarsa necə ola bilər? Birincisi olaraq mənfisinin yaşamaması üçün ən başlıca olaraq deyə bilərəm ki, onlar öz egolarını idarə eləsinlər, egoist olmasınlar, inadkar davranmasınlar. Bəzi nöqtələrdə, yəni müəyyən qədər humanist və yola gedə bilən, razılaşmaya açıq olsunlar. Və mənfisini yaşayarsa bir həyat nömrəsinə sahib insanlar, onlar narsist ola bilərlər, çarəsiz, mağdur ədəbiyyatı deyirlər türklər, o kıvamda ola bilərlər ki, sırf özünə çox odaqlı ola bilərlər, özünü mərkəzə qoyub da digərlərini heç görməyə bilərlər. Bu, təbii ki, bütün ev, ailə, iş kimi bütün münasibətlərə təsir eləyə biləsi bir özlərini qurban roluna vermiş kimi də ola bilərlər mənfisini yaşayan zaman. İstəksiz, özünə hörmət qoymayan, öz sayğıdan yoxsul belə deyib, özünə hörmət qoymayanlar, otoriter, inadcı, baskıcı xarakterlər olurlar. Çox eleşdirirlər, hər şeyini eleşdirən xarakterlər olurlar. Yəni birin mənfisi budur və bu da təbii ki, həm özünə, həm də ətrafına zərər verir. Ən başlıca özünə, çünki ətrafındakı insanları da özündən uzaqlaşdırmış olur. Daha sonra 2 rəqəmi. 2 rəqəmi harmoniya, diplomatiya və əməkdaşlıq deməkdir. Yəni siz uyum içərisində yaşayırsınız, bir diplomat kimi gedirsiniz həmin oyunları, məsələn, sahada deyil də masada çözürsünüz. Yəni heç bir silahsız falan, sözsüz davadalaşsız, yəni öz dilinizlə, öz ağlınızla çözürsünüz. Əməkdaşlıq hissləri güclü olur, harmoniya içərisində çalışa bilirlər. İndi keçək 2-nin məqsədinə. Sülh və harmoniya yaratmaq, insanları bir araya gətirmək, yəni bir diplomat kimi, bir iş əməkdaşı kimi və bunlar çox gözəl, həqiqətən də diplomat ola bilərlər, bu sahəyə keçsə çox uğurlu ola bilərlər. Həmçinin şirkətlərin məsələn PR anlaşmalarını hazırlayacaq olan insanlar da bu ola bilər ki, digər şirkətlərlə əməkdaşlıq eləməkdən daha uğurlu ola bilərlər. Keçək mənfisinə. Mənfiyə düşməmək üçün həddindən artıq fədakar və sair olmadan və asılılıqlardan çəkinməlidirlər. Bunlar tez 2 rəqəminə sahib olan insanlar tez bir zamanda nədənsə asılı ola bilirlər. Bu məsələn adi siqaret, içki və s. də ola bilər, hər şey ola bilər ki, məsələn mənfisində olanda, məsələn qumar oynayanlarsa qumara çox düşüncəsizcəsinə çoxlu pul yatıra bilərlər, sabahını düşünmədən. Müsbət olaraq bir şey deyim ki, ikilər çox sezgisəldirlər, yəni 6-cı hissləri güclüdür. Onlar nəyisə hiss eləyib, həm də
öz bu əməkdaşlıqlarında istifadə edə bilərlər. Mənfisində nədir? Mənfisində çəkingən, utancaq, evdə oturan, sosiallaşmayan və negativ mənada fədakar, yəni özündən daha çox şeylər fəda eləyir, həddindən artıq. Dar görüşlü ola bilir, başı biraz qarışıq kimi ola bilir, qərarsızlıq ola bilir və bunu mən çox əkizlər bürcü olaraq görürəm. Bu 2 rəqəmində olan insanlar, təbii ki, başqa bürclər və sairə olanlar vardır əlbəttə. Daha çox bunu danışanda hava qrupu yadıma düşür. İndi üçlər haqqında danışaq. Üçlər nələrə aiddir? Üç insanları çox gözəl dəstində sevirəm. Normalda numerologiyada hər hansı bir, məsələn, pasport rəqəmində mi, nədəsə, bunlar da gələn videolarda deyəcəm təsirini. Məsələn, 3 çıxsa heç sevinmərəm. Sadəcə olaraq xarakteri, yaşam amacı olaraq 3 olan insanlar çox harmonik. 3 yaşam amacı olan bu rəqəmə sahib olan insanlar yaradıcı, pozitiv, şən əhval ruhiyyəli, gəzməyi sevən insanlar olurlar. Ünsiyyətçi, həqiqətən də çox sosial və insanlarla birlikdə çoxlu, belə deyim, münasibət qura bilən, rahatlıqla belə insanlar olurlar. Söz ustası və yaradıcı olurlar. Həmçinin onların bu həyata gəlmə məqsədi ondan ibarətdir ki, onlar həyata gəlmə məqsədi insanlara ilham vermək və onlara öz fikirlərini ifadə eləməkdə kömək eləmək. 3 yaşam enerjisində olan insanlar mənfisinə getməmək üçün səthi düşüncədən uzaq durmalı, qeyri-sabitlikdən də yayınmalı, qaçmalıdırlar. Və mənfisinə gəldikdə 3 rəqəminə sahib olan insanlar necə olur? 3 rəqəmində olanlar, əgər mənfisində yaşayırsa, onlar çox narahat, əxlaqı elə də yaxşı olmayan insanlar olurlar. Bir nöqtəyə fikrini cəmləmə problemləri yaşayırlar, qısqanc ola bilirlər, yəni odaqlanma sorunları ola bilir. Qərarsız, dramatik, qərar verə bilmirlər müəyyən nöqtədə, səthi düşünürlər çox şeyi. Mənfisi əslində heç də yaxşı deyil. Keçək 4-ə. 4 çox gözəldir. Mən iş olaraq, disiplin olaraq 4-ü çox sevirəm. 4 rəqəminə sahib insanlar səbirli, əməksevər, yardım eləmək istəyən, hər kəsə öz yardımını toxundurmaq istəyən və qayda ilə yaşamaq istəyənlər olurlar ki, həm öz həyatlarında düzəni olsun, qaydası olsun, həm də ki, normal bildiyimiz qayda qanuna da uymağa çalışan insanlar olurlar. Bu insanlar həm məsuliyyətli öz işlərində, həm çalışqan olurlar, əməksevər olurlar, həmçinin etibarlı insanlar olur ki, siz onlara etibar edib həm işinizi tapşıra bilərsiniz, onları həll edəcəklər. Təbii ki də çalışmağı da sevdikləri üçün öz məqsədləri sabit, 4 çox sabitliyi təmsil edən bir rəqəmdir. Sabit və düzənli, rahat bir həyat qurmaqdır məqsədləri də. Möhkəm və yardımsevər olduqları üçün həyatlarında o işini sağlama alma nöqtəsi deyək və insanlara da yardım etmək istəyirlər. Mənfisinə yaşamamaq üçün bu insanlar sərt olmamalıdırlar, çox sərtliyi yaşamamalıdırlar. Sərtliyi, 4-ün verdiyi sərtliyi əslində onlar disiplin olaraq yaşamalıdırlar. Ancaq fikir dəyişikliklərinə qarşı gəlməməlidirlər. 4-lər biraz çox sabitliyi sevirlər və hər hansı bir həyatlarına yenilik gəldikdə onu qəbul etmək istəmirlər. Yeni iş fikri, yeni yaşam fikri, bunlara çox sabit qalırlar. Bu da onların mənfisini yaşamasına yardım edir, səbəb olur. Onlar mənfisini yaşadıqda təbii ki, öz həyat amaclarını həqiqətən də pis yaşayırlar və xoşbəxt olmurlar. Onlar daha çox qatı, mizahdan uzaq olurlar mənfisini yaşadıqda və artıq denənmiş, yəni öz təsdiqini almış bir ideyamı desəm, işmi və s. desəm, o sabitliyə gedirlər, qaçırlar ki, yeni bir şey yoxlamasın. Keçək indi 5-ə. 5 rəqəmi deyəndə həmişə mənim yadıma enerji, yay və s. düşür və 5 burada da
təmsil eləyir ki, dinamika, enerji, azadlıq, macəra bunları təmsil eləyir. Yəni bu insanlar həqiqətən də çox gəzməyi sevən, macəra sevən, macəra axtarışında olan, yerində dura bilməyən insanlar olur ki, onlar da həyat amacı olaraq azad şəkildə gəzmək istəyirlər. Onlar dəyişiklikləri sevirlər, enerjili olurlar, gəzməyi və s. sevirlər və məqsədləri də odur ki, azadlığı və müxtəlifliyi həyata keçirsinlər. Azad yaşamağı bacarsınlar həqiqətən də və mənfisindən keçən onu, mənfisindən olmağına, mənfisindən yaşamağına qarşılar təbii ki, yerində durmamalıdır dedik. Əgər durarsa, əgər risk almazsa, əgər bu macəraya atılmaqdan qorxarsa, yetərincə cəsur olmazsa, cəsurluq onların xarakterində var. Bu 5-i gerçəkləşdirə bilsinlər deyə. Əgər cəsur davranmazlarsa, mənfisini yaşayacaqlar. Əgər mənfisini yaşayırsa, onlar dirəncli olacaqlar. Yəni bir şeyə dirənib qalacaqlar ki, onlar həmin macəraya atılmasınlar. Və qərarsız, dürtüsel deyəndə nə nəzərdə tutulur? Yəni anidən deyir ki, beyninə gəlir ki, bunu eləməliyəm və gedir eləyir. Onlar artıq mənfisində qərarsız, bir nöqtədə qalan, yeniliyə açıq olmayan, onlar da bağımlılıqları olan nöqtələrə daxildir. Hansı ki, məsələn, o da qumar kimi təhlükəli risklərə çox anidən, məsələn, pul yatıra bilər, çox dürtüsel hərəkət edir. Bunlar, məsələn, o el ifadəsi ilə Türkiyə getməsi asan olur. Bir başlatdığı, məsələn, layihə varsa, bu layihəni artıq davamlı izləyə bilmirlər və yarımçıq qalma ehtimalı da çoxdur mənfisini yaşayan 5-lər üçün. Bunu erteləyirlər, yəni gələn dəfə saxlayırlar belə və ömür boyu ertələnmiş şəkildə qalır. Və mənfisini yaşayanda özlərini çox huzursuz hiss edirlər və huzursuz hiss elədiklərinə görə də ətrafa da bu enerjini, güvənilməz enerjisini yayırlar və mənfidə yaşayan 5-lər çox güvənilməz olurlar. Həmçinin qeybəti çox sevirlər və qərarsız qalırlar. Belə. Keçək indi 6 haqqında danışaq. 6 sevgini, ailəni, birliyi təmsil edir. Məsuliyyəti təmsil edən rəqəmdir. Bu 6-ya sahib olan insanlar çox yaradıcı, çox öz işlərini sevən, sevgi ilə görən və həqiqətən də rəqəmlərin arasında ana olaraq keçir bu rəqəm ki, yəni həqiqətən ana sevgisi, ana şəfqəti olur bunlarda. Harmoniyaya meyilli, qayğıkeş, ailə sevgisi olan, fədakar. Bu müsbət fədakarlıqdan gedir söhbət. Müsbətində olan fədakarlıq müəyyən qədər həqiqətən ailə bağlarının güclənməsinə kömək edən bir fədakarlıqdır. Yəni yaxşı bir şeydir. 6-ların məqsədi sevgi və balanslı həyat qurmaqdır. Bu sevgi sırf öz ailəsi çərçivəsində deyilən bir sevgi deyil, iş mühitində də o hörməti, müəyyən qədər sevgini, o ailə ortamını istəyir əslində. 6-lar həqiqətən də ailə mühiti olan yerdə həm yaxşı işləyib, çalışıb, irəli gedə bilirlər. O müdirin, məsələn, gəlib nəyisə deməyi, ya işdə olan səmimiyyətsizliklər, bu kimi nöqtələr onları həqiqətən də narahat edir. Elə bir işdə çox da işləyə bilmirlər deyə düşünürəm, tez çıxarlar bəlkə də. Əgər öz müsbətində yaşayırsa, düzgün işini tapar. Həmçinin onlar lider ruhlu olduqlarına görə öz işlərini də qurub, o necə ailəni yönetirlərsə, öz işlərinə də bir ailə kimi baxıb, onu qurub, yönetib, irəli apara bilərlər. Və 6-nın mənfisinə gəldikdə, onlar həddən artıq qoruyucu, özünü qurban verən pozisiyaya düşə bilərlər və bundan qorunmaq üçün həqiqətən də çox fədakar olmalı deyirlər. Çox ailəm deyib, sahiblərini də kimlərsə qorumaq məcburiyyətində deyirlər, belə etməməlidirlər. Bu işi də ola bilər, həyatındakı insanlar və s. də ola bilər. 6-ların həmçinin bir ana kimi şəfacı bir enerjisi də var ki, onlar həm iş olaraq həkim və s. işləyə bilərlər, sağlamlıq və s. sektorlarında. Həmçinin 6 əgər mənfisini yaşayırsa, bu nə edəcək? Başqalarının işinə qarışacaq,
özünü çox fədakar aparacaq. Bir mənfidə yaşayan Azərbaycan tipik ana kimi düşünün ki, bir fədakar ana neyniyər? Əlbəttə ki, övladlarının bütün işlərinə çox qarışar, onları çox öz nəzarətində saxlamağa çalışar və çalışar ki, onların bütün işlərinə əl atır, o kömək eləsin, o hər şeyi yoluna qoysun. Artıq onda ətrafındakı insanlarla uyumsuzluq baş qaldıracaq və həll edə bilmədiyi problemlərə görə də ürəyi çox narahat olacaq belə insanların. Çalışın ki, çox fədakar olmayın, əziz altılar. Keçək 7-yə. 7-də bir ruhanilik var, bildiyiniz kimi 7 rəqəmində və 7 rəqəminə sahib insanlar dərin düşüncəli, ruhani, intellektual olurlar. Daha çox araşdırmağı sevirlər, çox araşdırmaq sevirlər və buna görə də bunlardan həm də dedektivlər də çıxmış ola bilirlər. Mən bunu balıq bürcü ilə biraz əlaqələndirirəm. Çünki onlarda da bu dedektivlik və s. kimi sənətlərə uyum, həmçinin mistik olaraq da enerjisel belə deyim də, 3-cü gözləri açıq olması, 6-cı hissi qüvvətli olması bu 7-lərdə daha çox olur. Onlar daha çox ilahiyyata və s. bağlı insanlar olurlar. Maddi aləmə yox da mənəvi aləmə daha çox önəm verirlər. Onları kəşf edib, onları bilmək istəyirlər. Həmin insanlar həyatın mənasını dərk etmək istəyirlər və daxili biliklərə yiyələnmək istəyirlər. Çox insan tərəfindən bilinməyənlərə yiyələnmək istəyirlər. 7-yə sahib insanlar əgər mənfisini yaşayırlarsa, yaşamamaları üçün sosial tənhalıq və pessimizmdən çəkinməlidirlər. Yəni sosial olaraq biraz aktivləşməlidirlər. Çox özlərinə qapanıq, içə qapanıq, karamsar, türklər demiş, belə olmamalıdırlar. Onlar mənfisini yaşadıkları zaman ketum olurlar, aqressiv olurlar, insanlarla əlaqə qurmurlar. Evdə oturub kitabları oxuyub da, məsələn, kitab qəhrəmanları ilə dostluq edirlər insanlar əvəzinə, real insanlar əvəzinə. Belə insanlar da 7-nin mənfisini yaşayanlardır. 8 ən çox sevdiyimdir. 8 çox gözəl rəqəmdir. 8 mənim uğurlu rəqəmimdir. Həmçinin onu deyim ki, 8 sırf həyat nömrəsi olaraq güc, pul və uğuru təmsil edir. Yəni bu rəqəmdə olan insanlar həqiqətən güc üçün, pul üçün və uğurlu olmaq üçün doğulublar. Öz həyat nömrəsinin müsbətini yaşayarlarsa, düzgün analiz edib həyatının ki, necə olmalı, müsbətlə gedərlərsə, öz səhvlərindən dərs çıxararlarsa, bu zaman onlar artıq çox uğurlu bir şəkildə yaşaya bilərlər bu həyatı. Ambisiyalı, təşkilatçı, biznes yönümlü, idarə etmə qabiliyyəti yüksək olan insanlardır. Bunlar rahatlıqla bir biznes qrupu uğurlu ola bilərlər. Bunun analizi, məsələn, doğum xəritəsi, qədəm matrisi və s. bu numeroloji alanların digər, məsələn, qədəm matrisi numerologiyaya daxildir. Astrologiyada başqa bir elmdir təbii ki. Bunlarla analiz edib siz hansı sahədə uğurlu ola bilərsiniz? Biz öz təbii ki həyatınızda qazandığınız istər diplom ola bilər, bacarıqlarınız, inkişaf etdirdiyiniz bunları əsas olaraq alıb deyə bilərsiniz ki, hansı sahədə uğurlu ola bilərsiniz. Öz uğur planınızı cıza bilərsiniz beləcə. Onların məqsədi maddi və mənəvi gücü balanslaşdırmaq olur həmişə. Çünki hər ikisi bunlarda daha çox olduğuna görə və bu çoxun öhdəsindən gəlməlidirlər. Həmçinin mənfisini yaşamaqlarına keçək danışaq. Mənfisini yaşayan 8-lər gücə və sərvətə çox bağlı olmamalıdırlar. Okey, qazanırlar, olacaq zaten. Ancaq sırf onlara bağlanıb həyatı, başqa mənəviyyatı və s. itələmək, insanlarla olan münasibətini və s. körləmək onu çox mənfi təsir edəcək, mənfisinə düşəcək, mənfisini yaşayacaq və əlbəttə ki, çox pisdir. Mənfisini yaşayanda 8 sonsuzluq işarəsinə bənzədiyinə görə həyatda həm inişlər, həm çıxışlar ola bilər, belə deyim. O mənfi olaraq onu yaşada bilər. Bunlar mənfidə olan 8-lər biraz simic, paxıl, pul mənasında ola bilərlər. Səbirsiz, materialist, gücü varsa əgər bu gücü
mənfiyə istifadə edən biriləri ola bilər. Yəni bu gücü kimsə əzmək üçün istifadə edə bilər, əlində olan imkanları sui-istifadə də edə bilərlər. Bu kimi mənfisi var. Qorxusu bu mənfisini yaşadığı zaman gücsüz və pulsuz qalmaqdır. Yəni bir növ özlərini qarantiya almağı sevirlər ki, qarantidədirsə, okey, qarantida deyilsə narahat olacaqlar artıq. Gəldik 9-a. 9 da çox gözəl bir rəqəmdir. Bu insanları da çox sevirəm. 9 yaşayan insanları. Düşünün ki, 9-da olan insanlar humanist, xeyirxah, insanlara yardım etməyi sevən, şəfqət dolu bir insanlar olurlar. Bu insanlar çox fədakar, mərhəmətli, həmişə istəyirlər ki, ətrafındakılara köməyi dəysin. Belə bir insanlardılar. Həqiqətən çox sevəcən insanlar olurlar. İnsanları sevən insanlar olurlar. Onların məqsədi insanlığa xidmət eləmək və inkişaf olur. Xidmət eləmək və mənəvi inkişaf yolunu seçirlər. Bu yolda irəliləməlidirlər. Əgər mənfisini yaşayacaqsa, mənfisində olan 9 keçmişə bağlı qalanlardır. Keçmişə bağlı qalmamalıdırlar mənfiyə düşməmək üçün və hisslərini idarə etməyi bacarmalıdırlar. Mənfisini yaşayan insanlar 9-lar gələcək haqqında çox da yaxşı düşünməyən, neqativ düşünən, çox həssas olurlar və liderlik pozisiyalarından vazgeçirlər, belə deyim. 9 əslində bütün rəqəmlərin toplamını təmsil edir. Yəni 9-un içərisində hamısından bir parça var və ən əsası 1 + 9 olaraq, 1 + 8 olaraq götürüldüyünə görə birdə olan o lider ruhu müəyyən qədər 9-da var və bu liderliyindən istifadə eləyib, gücündən istifadə eləyib, 8-də olan gücdən istifadə eləyib o insanlığa yardım etməlidir. Yəni öz gücünün fərqində olmalıdır. Mənfisini qətiyyən yaşamaq ona uğurlu gəlməz. Heç bir rəqəm üçün uğurlu gəlməz, amma buna da xüsusilə uğurlu olmayacaq təbii ki. 9-lar mənfidə həm gərgin olurlar, həm də ki, çox saf olduqlarına görə mənfisini yaşayan 9-da bu saflığı sui-istifadə edilə bilər ətrafındakı insanlar tərəfindən. Təəssüflər olsun ki. Yine 11, 22 və 33 haqqında danışaq. 11 ruhani aydınlanma, intuisiya, daxili gücü və ilhamı bizə verir. Təbii ki, bildiyiniz kimi bu həqiqətən də ruhani bir güc 11-də daha çoxdur və bu güc sıralaması belə deyim 11-dən 33-ə artmaqla davam edir. 33-də məsələn bu şeylər daha çoxdur. Xarakter xüsusiyyətləri olaraq güclü intuisiya qabiliyyəti var 11-lərin. Daxili hisslərə gücü olur. Həssas, emosional, yaradıcı, mənəvi aləmdə güclü əlaqələri olan insanlardılar 11-lər. Həyat missiyaları isə insanlara ilham vermək və ruhani psixoloji biliklər qatmaq, öz daxili səslərini dinləyərək başqalarına yol göstərməkdir və bunların mənfisini yaşamaması üçün çağırışlar nələrdir? Qorxu, stres, daxili gərginliyi hiss edə bilərlər, öz güclərinə şübhə etməməlidirlər, pessimizmdən çəkinməlidirlər, duyğularını idarə etməyi öyrənməlidirlər. Əgər enerjisini idarə edə bilmirsinizsə, 11 enerjisini idarə edə bilmirsinizsə, 2 kimi işləyə bilər. 1 + 1. Diplomatiya, mehribanlıq, balans sizin əsas xüsusiyyətləriniz olacaq. Əvvəldə qeyd etdiyim kimi 2-ni, yəni izləyə bilərsiniz keçid alıb, daha diqqətlə ki, əslində siz 2-ni yaşasanız necə olar? Mənfisini yaşayan 11-lər əslində çox təhlükəli və pisdir. Niyə? Çünki mənfidə olan zaman 11 öz gücünün fərqində olmur, öz gücü var və ona müəyyən məsələn ruhani aləmdən xəbərlər göndərilirsə, yuxu vasitəsilə və s. ola bilər, ya rəqəmlər vasitəsilə göndərilə bilər. O görməzdən gəlir, onları göz ardı eləyir. Yaşam və ölüm arasında bir nöqtədə yaşayır 11-lər mənfisində. Nə yaşamır, nə də ölmür. Belə bir şey. Çox şübhəci olurlar, gərgin olurlar. Əslində 11-in mənfisi heç çəkilməz məncə. Çox depressiv bir şeydir. Keçək 22-yə. 22 həyat yoluna sahib olan insanlar dəyişiklik yaratmaq, böyük uğurlar qazanmaq üçün gəliblər. Böyük ideyaları olur.
liderlik qabiliyyətləri olur, praktik bacarıqları olur ki, həqiqətən də bu onları uğura aparır. Xarakter xüsusiyyətlər. Həm ruhani biliklərə, həm də praktik bacarıqlara sahibdirlər. Böyük layihələri həyata keçirmə güclərinə malikdirlər. Təşkilatçı güclü lider keyfiyyətlərinə sahibdirlər. İnsanlara təsir etmək, dünya miqyasında dəyişikliklər yaratmaq potensialına sahibdirlər və həyat missiyası onlarda dünyada mühüm dəyişikliklər yaratmaqdır, bunlara nail olmaqdır. Maddi mənəvi gücü balanslaşdırmaq, insanlara real praktik şəkildə kömək eləməkdir. Onlar mənfisini yaşamaması üçün çağırışlar nələrdir? Böyük məsuliyyətlər bəzən çətin və ağır gələ bilər. Çalışın ki, cəsarətinizi toplayın və işə başlayın. Stres, qorxu, təzyiq altında qalmamaq üçün daxili tarazlığı qorumaq lazımdır. Buna da diqqət eləmək lazımdır. Əgər 22-nin enerjisini idarə edə bilmirsinizsə, siz də 2+2=4 olaraq yaşaya bilərsiniz. Bunu da keçid eləyib əvvəldən izləyə bilərsiniz. Və bu halda siz daha çox stabillik, zəhmətkeşlik kimi bu xüsusiyyətləriniz olacaq. 22-nin mənfilərinə gələk ki, mənfilər necədir, necə təzahür edir? Mənfisi ondan ibarətdir ki, öz vizyonunun, öz gücünün, öz yaradıcılıq qabiliyyətinin, həqiqətən ona verilmiş olan bu gücün heç də fərqində deyil. Bunu yaşamır, bunu görməzdən gəlir və bu təbii ki, o mənfisinə həqiqətən də çox böyük təsir edir. Çünki o öz gücünün fərqində olur və yaşamalıdır. Keçək 33 nömrəli master rəqəmə ki, hansı insanlarda 33-dür. Mənəvi lider və ilahi sevgi olaraq bilinir. İlahi sevginin, xeyirxahlığın, ruhani liderliyin, qlobal təsirin xəbərçisi və təmsilçisidir. Siz fikir versəz, həm burada ruhanilik var, həm də ki, qlobal təsir var. Yəni, bu ikisi 11 və 22 toplanıb, birləşib 33 olublar ki, ikisi də 33-də cəmlənib. Xarakter xüsusiyyətləri. İnsanların dərin sevgi və mərhəmət hissi ilə yanaşırlar. Çox yaradıcı, ilham verici insanlardır. Başqalarına şəfa verməyə, ruhlandırmaq, yol göstərmək üçün doğulublar. Çox böyük enerji və daxili gücə malikdirlər. Onların həyat missiyası nədən ibarətdir? İnsanlara mənəvi və emosional kömək eləmək, dünya üçün böyük dəyişikliklər və şəfa gətirmək, sevgi, fədakarlıq, şəfqət enerjisini yaymaq. Yəni, dünyəvi bir boyutda onlar 11-in verdiyi şəfqət, sevgi, ruhaniliyi yaya bilərlər. Və çağırışlar nədir ki, onlar mənfisini yaşamasınlar. Həddindən artıq emosional və həssas ola bilərlər ki, olmasınlar. Öz ehtiyaclarını unudaraq başqalarına həddindən artıq fədakarlıq edə bilərlər. Əgər 33-ün enerjisini idarə edə bilmirlərsə, onlar da əvvəlki rəqəmlərdə qeyd etdiyim kimi toplanaraq 3+3, 6-nı yaşada bilərlər. Və 6 bu yolda ailə, sevgi, harmoniya əsas məqsədiniz olacaq. Gələk 33 əgər mənfisini yaşayırsa, necə olur? 33-ün mənfisində çox böyük qəlb qırıqlığı yaşayırlar. Dünyanın onlara, məsələn, çağırışı və dünyanın onlardan bir növ kömək istəməsinə onlar öz qəlblərini bağlayırlar, görməzdən gəlirlər. Ətrafındakılara yardım etmək mövzusunda etinasız yanaşırlar. Acı çəkmənin, yəni bir dərd çəkmənin nə demək olduğunu bilən insanlar olurlar, mənfisində yaşayan. Sərt bir mizacları olur, yəni sərt bir görünüşləri, tavırları olur. Bu da əlbəttə ki, onlara mənfidə bütün mənfilərdə olduğu kimi yaxşı təsir göstərmir. Mən rəqəmlər haqqında danışdım, numerologiya elmi haqqında. Gələn dəfələrdə də çox ətraflı və maraqlı mövzularda, həyatımıza təsir edən digər mövzularda sizə məlumatlar verəcəm. Dinlədiyinizə görə təşəkkürlər. Kanalıma abunə olmağı, rəy yazmağı, siz hansı rəqəmə maliksiniz, onu aşağıda yazmağı unutmayın. Və mənə maraqlıdır. Sizin həyat rəqəminizi hesabladıqdan sonra hansı rəqəm sizdə müsbətini yoxsa mənfisini göstərir, onu da aşağıda yaza bilərsiniz.